Binə qəsəbəsi Məscid küçəsində, hardasa 10-cu dalanda 400 manata 3 otaq ev çıxartmışıq. Baxın, evdə nə görs odur. Yəni heç nə əlavə qoyulmayacaq. Kombisi zadı varıdır, mətbəx mebeli var, paltaryon xaladenik yoxdur, onu deyim. Amma yəni deyir ki, paltaryon xaladenik qoysam qiyməti qaldıracaq. Belə sanitar qovşaqda aksesuarlar var. Bir dənə qonaq otaqdır və belə də yataq otağıdır. Dolabı zadı, taxtı, hər şey var. Otaqlar genişdir, ölçüsü normaldır. Həyətyanı ərazisi də var. Həyətyanı ərazini də göstərim sizlərə. Və həyətyanı ərazisi də budur. Belə bir həyətyanı ərazisi. Dövlətin suyu var, qaz var, işıq var. Yəni burada sayğacları var. Adliyyədə hətta quyu suyu da var. Bu da həyətyanı ərazisidir. Padval da var, yəni balon banka yığmaq olar. Məscid küçəsində. Maşın saxlamaq üçün də burada yeri var. Gördünüz, varata qoyublar. Varata, yəni bura 2 həyətdir də. Bir bu evindir, bir də böyürdəki evindir. Yəni burada maşın da saxlaya bilər, ikinci maşın. Qiymət 400 manat, Məscid küçəsində.